Salam, hörmətli müəllimlər və müdavimlər. Gəlin təqdim etdiyimiz mövzu sınavının izahına baxaq. Birinci sualda nə deyir? 2048 simvoldan ibarət məlumatı Unicode kodlaşma cədvəlinin köməyi ilə kodlaşdırdılar. Bu məlumatın informasiya həcmini müəyyən edin. Dediyimiz kimi Unicode kodlaşma sistemində bir simvolumuz 2 bayt yer tutur. Ona görə də 2048 simvolumuz 2048 vurulsun 2 bayt olur. 4096 bayt. Cavablara baxırıq, 4096 bayt yoxdur. Onda biz çevirək kilobayta. Baytdan kilobayta çevirəndə, kiçik baytdan böyük bayta keçəndə bölürük. 1 kilobayt 1024 bayt olduğuna görə 4096'yı 1024'e bölürük, olur 4 kilobayt. Deməli, düzgün cavabımız olur A variantı. Növbəti sualımıza baxaq. Velosiped yarışında 72 idmançı iştirak edir. Xüsusi cihaz hər bir iştirakçı üçün eyni olan mümkün bit sayından istifadə edir. Minimum mümkün bit sayı. Deməli, biz 72 idmançını kodlaşdırmaq üçün mümkün neçə bit informasiya lazımdır. Bunu tapmaq üçün eynirik. 72'ni baxırıq, 2'nin qüvvətləri arasında harada yerləşir? 72 2 üstü 6'dan böyük və 2 üstü 7'dən kiçikdir. Deməli, götürürük bir dənə idmançı üçün 7 bit, minimum 7 bit informasiya miqdarı. 48 velosipedçi finiş xəttini keçəndən sonra, deməli, hər bir velosipedçini qeyd eləmək üçün 7 bit lazım olduğuna görə 48 velosipedçi üçün 48 vurulsun 7 bit informasiya olar. Və həcmi bizdən nə ilə soruşur? Baytla soruşur deyə biz bitdən bayta çeviririk. Bitdən bayta çevirəndə cavabı bölürük 8'ə və baytla olur. Da bizə verir 48 ilə 8 ixtisar olur. 6 dəfə 7 olur 42 bayt. Üçüncü sualımıza baxaq. Olimpiyada iştirakçılarına 6 simvoldan ibarət kod verilir. Simvollar 26 müxtəlif hərf və onluq rəqəmlərdən ibarətdir. Deməli, bizim əlifbamızın gücü 26 üstə gəlsin 10 bərabərdir 36 simvol edir. Kompüter proqramında hər bir belə kod mümkün olan minimum və eyni tam bayt sayı ilə yazılır və hər bir simvol eyni və minimum mümkün bit sayı ilə kodlaşdırılır. İndi baxaq, bizdə 36 simvolu kodlaşdırmaq üçün bizə minimum neçə bit lazımdır? Yenə 36 2 üstü 5 ilə 2 üstü 6 arasında yerləşdiyinə görə deməli bir simvolun informasiya miqdarı olur 6 bit. Çünki 33'dən 64'ə qədər simvollar kodlaşdırmaq üçün bizə 6 bit lazımdır. İndi baxırıq, bizim bir kodumuz 6 simvoldan ibarətdir. Deməli, bir kod 6 vurulsun 6 bit bərabər olur 36 bitə. Və bunu da çeviririk bayta, eləyir 4,5 bayt. İndi şərtə diqqət edeyim. Eyni tam bayt sayında, minimum və eyni tam bayt sayında da 5 bayt kimi 5 baytı tamamlanıb yadda saxlanır. İndi bizim 50 nəfər iştirakçı varsa, hər bir üçün 5 bayt yaddaş ayrılanda 50'ni vururuq 5'ə, deməli olur 250 bayt. Gün cavabımız A variantı olur. Növbəti sualımıza baxırıq. Avtomatik cihaz əvvəlcə 16 bitlik Unicode kodu ilə yazılmış mətni 512 simvollu əlifba kodlaşmasına çevirir. Bu zaman informasiya həcmi 490 bit azalır. Deməli, bizim əvvəl informasiya miqdarı 16 bit idi Unicode kodlaşma sistemində. Sonra informasiya miqdarı düşdü 512, bizdə 2 üstü 9 olduğuna görə 9 bitə. Əgər bizim x dənə simvolumuz varsa, simvolların sayını bir x ilə işarə eləsək, deməli, əvvəlcə informasiya miqdarı 16x idi, indi oldu 9x. Və bunların fərqi nə qədərdir? 490 bit idi. Deməli, 7x bərabər olur 490'a, x bərabər olur 70'ə. Növbəti sualımıza baxırıq. İstehsalatda ambardan sexə müəyyən qrup məhsulların çatdırılması üçün avtomatik məlumatlandırma sistemi işləyir. Sistemin iş prinsipinə görə əlaqə kanalı ilə ambara istifadə olunan məlumatın şərti nömrəsi göndərilir.
Bu zaman eyni sayda və mümkün olan minimum bit sayı istifadə olunur. Əgər 25 istifadə olunan məlumatdan 12-sinə sorğu göndərilirsə, göndərilən məlumat neçə bit olar? Yenə bayaqki sual analog sualdır. 25 məlumat varsa, 25 məlumatı kodlaşdırmaq üçün bizə neçə bit lazımdır? 4 bit az olur. Deməli, 2/5 arasında dəyişdiyinə görə i'miz bərabər olur 5 bitə. Və bizdə neçə nəfərə sorğu göndərilir, neçə məmurda sorğu göndərilir? Deməli, 12 dənəsinə. 12-ni vururuq 5-ə, bərabər olur 60 bit. Və cavabı da elə bizdə bitlə soruşduğuna görə elə düzgün cavabı olur 60. Növbəti sualımıza baxırıq. Ofisdə 30 nəfər çalışır. Girişdəki xüsusi cihaz səhər saatlarında hər bir işçinin işə gəlişini qeyd edir. Bizim neçə işçimiz var? 30 işçi. 30 işçini biz qeyd eləmək üçün minimum neçə bit lazımdır? Təbii ki, 5 bit lazımdır. Çünki 32-yə daha yaxındır. Deməli, 5 bit götürdük və 28 nəfər işə gələrsə, deyir ki, informasiya həcmi neçə bitdir? Elə 28-i vururuq 5 bitə, cavab olur 140 bit. Keçək növbəti sualımıza, 7-ci sualda. Mətn 20 simvoldan ibarət əlifba ilə yazılıb. Başqa bir əlifba ilə kodlaşdırıldıqda həcmi 3 dəfə artır. Mətnin kodlaşdırıldığı əlifbanın gücünü müəyyən edin. 20 simvoldan ibarət əlifba ilə kodlaşdırılıb, yazılıbsa əvvəlcə. Deməli, 20 simvolu kodlaşdırmaq üçün bizə neçə bit lazımdır? 20, yenə 2 üstü 5 ilə 2 üstü 4 arasında olduğuna görə deməli götürürük 5 bit götürürük bir dənəsinin informasiya miqdarını. Onda həcm 3 dəfə artdığına görə biz də bilirik ki, Q bərabərdir, informasiya miqdarı bərabərdir, simvolların sayı vurulsun bir dənə simvolun informasiya miqdarı. Yəni, informasiya miqdarı ilə həcmi, yəni bir simvolun informasiya miqdarı ilə mətnin həcmi düz mütənasibdir. Onda həcm 3 dəfə artdığına görə, deməli, i də 3 dəfə artır. i əvvəl 5 bit idi, indi olur 15 bit. i 15 bit olduğuna görə, deməli, n bərabər olur 2 üstü 15-ə. O da 32.768 simvol edir. Keçən növbəti sualımıza baxaq. Müəyyən bir ölkədə 2000 nəfər var. Bu ölkədə əhalinin fərdi tibbi sığorta nömrələri yalnız 3, 5, 7, 9 rəqəmlərinin köməyi ilə yazılan eyni sayda rəqəmlərdən ibarətdir. Bütün sakinlərin tibbi sığortası varsa və bütün sertifikatların nömrələri fərqlidirsə, rəqəmlərin minimum sayı neçə olmalıdır? Bundan biz nədən istifadə edirik? Sözlərin sayı və yaxud da kodların sayı. Bizim əlifbamızın gücü 4-dür. Deməli, sözlərin sayı n üstü el düsturundan tapılır. Deməli, n üstü el, yəni bu kodların sayı böyük olmalıdır, böyük bərabər olmalıdır 2000-dən. İndi baxırıq, bizim n'imiz neçədir? 4-dür. 4 üstü el böyük bərabərdir 2000-dən. Deməli, el bərabərdir 6-ya. Və yaxud da bunu heç düsturdan istifadə eləməmiş bir-bir də tapa bilərik. Deməli, bir dənə rəqəmli simvoldursa, koddursa, deməli 4 vəziyyət kodlaşır. İkincisinə əlavə edirəm 16 vəziyyət. Hələ 2000-ə çatanacan bir-bir 4-ə vura-vura gedirəm. Növbəti simvol olsa yenə 4 vəziyyət, oldu 64. Növbəti yenə vurduq, elədi 256. Hələ yenə çatmamışıq 2000-ə. Yenə vururam 4-ə, elədi 1024. Hələ yenə 2000-dən kiçik olduğuna görə bir də 4-ə vururuq, 4096. Artıq 2000-i aşır, deməli neçə mərtəbə olur? 6. Ona görə də düzgün cavabımız olur 6. Baxaq 9-cu sualımıza. Rabitə kanalında informasiyanın ötürmə sürəti 51200 bit saniyədir. Yəni, B-miz 51200 bit böl saniyədir. Yəni, 1 saniyədə 51200 bit ötürülür. Mətn faylı bu kanalda 10 saniyə müddətində ötürüldü. Deməli, onda Q bərabərdir VT-yə 51200-ü vururuq 10 saniyəyə. Bərabər olur 512.000 bitə.
Və bunu da çevirək bayta. Çünki bir simvolumuz 2 baytdır. Bayta çevirsək bölürük 8-ə, eləyir 64.000 bayt. 64.000 baytda neçə dənə bizim 2 baytımız var? Çünki bir simvol 2 bayt olduğuna görə 64.000-i bölürük 2-yə ki, görək bizim neçə dənə simvolumuz var. Və düzgün cavab olur A variantı. Növbəti sualımıza keçək. 12 səhifəlik kitab verilib. İlk və son səhifələrində 768 vurulsun 640 ölçüsündə 32 rəng çalarına malik olan qrafik təsvir var. Digər səhifələrində isə 48 sətir, hər sətrində 32 simvol var. Kitabın həcmini soruşur. Əvvəlcə qrafik informasiyanın həcmini tapaq. O 2 dənə səhifəsində şəkil var. Deməli, ölçüləri nədir? Qrafik informasiyanın həcmini Q bərabərdir A vur B vurulsun N rəng dərinliyinin köməyi tapa bilirik. Bizim böyük enimiz 32 olduğuna görə 2 üstü N kimi yazsaq, deməli buradan N'i tapırıq, N'imiz olur, rəng dərinliyimiz olur 5 bit. İndi gəlirik şəklin həcmini tapırıq. 768-i gəlin biz bunlar 2-nin qüvvəti kimi yazaq. 768-i yazar, 3 vuraq, 2 üstü 8, yəni 256 vuraq 3. 640-ı yazırıq, 2 üstü 7 vuraq 5 kimi. Vururuq, rəng dərinliyimiz nə qədərdir? 5 bitə. Bu bizə verdi 2 səhifədəki qrafik informasiyanı. Və cavabları bizdən nə ilə soruşur? Kilobaytla soruşur. Mən kilobayta çevirmək üçün 2 üstü 13-ə bölürəm. Bu bizə verir 25, 3-ə vuranda 75 vurulsun. 2'nin üstü 16 bit. Kilobaytı çevirəndə 2 üstü 13'ə bölürük, alınır 75 vurulsun 8 kilobayt. Bu da bizə verir 600 kilobayt. Keçirik indi mətn hissəsinə. Mətn informasiyası bizdə geridə qaldı 10 səhifəmiz. 10 səhifənin hərəsində 48 sətir, hər sətirdə 32 simvol. Və bizdə heç bir əlifba vermədiyinə görə bir simvolu 1 bayt qəbul edirik. Yenə kilobayta çevirmək üçün bölək 2 üstü 10-a bərabərdir. Deməli 48, 32 ilə 2 üstü 10, 1024 ixtisar olur, burada 32 qalır. 32 ilə 48 ixtisar olur 16-ya, burada 2 qalır, burada 3 qalır. 2 ilə də 10 ixtisar olur, deməli qalır 15. 15 kilobaytda oldu mətn informasiyası, onda hər ikisini toplayırıq, ümumilikdə edir 615. 11-ci sualımıza baxırıq. Ölçüsü 150 megabayt olan qovluqda 13 ədəd fayl mövcuddur. Bunlardan ikisi eyni ölçülü mətn, 4-ü eyni ölçülü səs, digərləri isə eyni ölçülü video fayllarıdır. Bir mətn faylı 8 megabit, bir səs faylı isə 221 baytdır. Qovluqdan 2 səs, 2 mətn və 2 video fayl silinərsə, qovluğun həcmi nə qədər olar? Gəlin əvvəlcə bir-bir hər bir faylın həcmini tapaq. Hamısı megabayta çevirək. Deməli, bir dənə mətn faylının həcmi bizə verilib 8 megabit. 8 megabiti biz megabayta çevirmək üçün megabiti megabayta çevirəndə ancaq bitdən bayta çeviririk, mega dəyişmir deyə. 8'e bölürük, bu bərabər olur 1 megabayt. İndi keçək səs faylına. Səs faylı 2 üstü 21 bayt verilib. 2 üstü 21 baytı mən megabayta çevirəndə bölürəm 2 üstü 20'yə. 2 megabayt. Aha, tapaq biz qovluğun ümumi həcmi 150 megabayt olmalıdır. Deməli, 2 dənə mətn faylı üstə gəlinsin. 2 dənə deməli 4 dənə səs faylı, 4'ü vururam 2'yə, elədi 8. Üstə gəlinsin. Geridə qalanlar, baxaq bizdə neçə dənədir? 13 dənə fayl var. İkisi mətindir, 4 dənəsi səsdir. Deməli, geridə qalan 7 dənəsi videodur. 7'ni vururam X-a, videonun həcmini bilmirik nədir, məchul kimi götürürük. Bərabərdir, ümumi eləməlidir 150 megabayt. Buradan biz X-i tapırıq, 7X bərabər olur 140'a, X bərabər olur 20 megabayta. Deməli, bir dənə videonun həcmi 20 megabaytdır. İndi bundan sonra nəyi tapırıq biz? Deməli, qovluqdan nə silinir?
2 dənə səs faylı, yəni 2 vuraq 2, 4 megabayt bu elədir. 2 dənə mətn faylı, üstə gələk 2 vuraq 1. Üstə gələk və 2 dənə də video fayl silinir. 2-ni vururam 20-yə. Elədi 46. 46 megabayt silinir və qovluğumuz nə qədər idi? 150 megabayt idi. 150-dən çıxıram 46-nı, qalır 104 megabayt. Düzgün cavabımız 104 olur. Keçək növbəti sualımıza baxaq. 12-ci sualda. Deməli, 384-256 ölçülü videoda kadrların sürəti 32 kadr saniyə olarsa, 8 dəqiqəlik videonun həcmini hesablayın və RGB sistemində. Deməli, nə edirik? Əvvəlcə video kadrın həcmini görək necə hesablayırdıq. Künü tapmaq üçün biz bir dənə kadrın həcmini vururduq kadr tezliyinə və vururduq zamana. Yəni, biz videomuz neçə saniyə davam edir? Yəni, neçə saniyə davam edir? Deməli, neçə dəqiqə demişdik? 8 dəqiqə. 8 dəqiqə bərabər olur 480 saniyə. Deməli, 480 saniyə davam edir və hər saniyədə 32 kadr qeyd alınır və hər kadrımızın ölçüsü nə qədərdir? 384 vurulsun 256. RGB modelində olduğuna görə hər biri 24 bitdir. Enimiz, rəng dərinliyimiz 24 bitdir. Və aldığımız cavabları çevirək, görək 2 qüvvətlərini ayırsaq, artıq bilərik ki, biz hansı vahidə çevirək, kilobayta yoxsa megabayta. Deməli, 32-nin əvəzinə 2 üstü 5 yazarıq. 384, 128 vuraq 3-dür. 3 vuraq 2 üstü 7 yazırıq. 256, 2 üstü 8-dir. 24-ü 3 vuraq 2-nin kubu kimi yazırıq. 480-i də 2 üstü 5 vurulsun 15 kimi yaza bilərik. İndi baxaq görək biz nə alırıq burada. 15, 3, 3. 15-i vuranda 9-a edir 135, vuraq 2-nin üstü. 5, 10, 17, 25, 28. Aha. Bu qədər nə oldu bizdə? Bit oldu. İndi mən keçirəm 2 üstü 28 bitdirsə, deməli megabayta çevirək. Bölək 2-nin üstü 23-ə. Bərabər olur 135 vurulsun 2-nin üstü 5 megabayt. Alırıq 4320 megabayt. 13-cü sualda qrafik təsvir üzərində aşağıdakı çevrilmələr aparılıb. Smik rəng modelindən rəng çalarlarının sayı 256 olan palitrəyə keçirilir. Smik modelində bizim rəng dərinliyimiz 32 bit olurdu. Düzdür? İndi keçirik 256 rəngli palitraya. N1-imiz 32 idisə, N2-miz olur 2 üstü 8, 256, 2 üstü 8-dir deyə 8 bit. Deməli, rəng dərinliyi 8 dəfə, 4 dəfə azalmış olur. 32-dən neçəyə düşür? 8-ə düşür. Biz də bilirik ki, informasiya miqdarı rəng dərinliyinə düz mütənasibdir. Deməli, kümüz 4 dəfə azalır. Aha, nöqtə sayı 3 dəfə azaldıldı. Onda informasiya miqdarı 3 dəfə yenə azalır. Təsvir 40% sıxlaşdırılıbsa, 40% sıxlaşdıranda 100-dən çıxırıq 40-ı, bərabər qalır 60%. 60%-də yazırıq %60-a vuranda. Həcmimiz nə qədər oldu? 1,5 megabayt oldu. Bizdən təsvirin ilkin həcmini, künü soruşur. Elə buradan biz künü tapa bilərik. Kü bərabər olur. Burada 60 ilə 100 ixtisar olur. 20-yə 5, 3. 3 də 3 ilə ixtisar olur. Deməli, kü bərabər olur. 1,5 megabayt vurulsun. Burada bizdə nə qaldı görək? 5, 3 qalmışdı. Bunlar da getmişdi 20-yə. O da bərabər olur 30 megabayt. Düzgün cavabımız 30 olur. Keçən növbəti sualımıza 8-lik say sistemində verilən 15 rəqəmli ədəd 16-lıq say sistemində çevirdikdə ən çox neçə rəqəmlərdə dağılır? 8-lik say sistemində verilən 15 rəqəmli ədəd ən çox 15 vuraq 3. Çünki hər bir 8-lik ədədi biz 2-lik say sisteminə çevirəndə onu 3 bitlə göstəririk. Ən çox alınması üçün də bizim ilk rəqəmimizi elə ədəd götürürük ki, o artıq 3 rəqəmli olsun, yəni 1 ilə başlasın.
Deməli, ən çox bunu 15 vur 3, 45 dənə simvol olur ikilik say sisteminə çevirəndə. İndi biz 45 simvolu, 45 dənə ikilik rəqəm, təsəvvür edin 1, 0, 1, 1 və s. rəqəmlər ardıcıllığıdır. Biz artıq bunu keçirik 16-lıq say sisteminə. Yəni 8-likdən çevirdik ikiliyə, indi ikilikdən çeviririk nəyə? 16-lığa. 16-lığa çevirəndə nə edirik? 4, 4, axırdan əvvələ doğru qruplaşdıra gəlir. Və bizim 45 dənə simvolumuz varsa, 45-i bölürük 4-ə, 45-i 4-ə böləndə gəlir 11, qalıq 1. Və sonda bir rəqəm qaldığına görə əvvəlinə sıfırlar yazıb, onu da çeviririk 16-lıq rəqəmə, olur 12 dənə rəqəm. Deməli, düzgün cavab 12 olur. 15-ci sualımıza baxaq. Verilən ifadəni 5 əsaslı say sistemində yazdılar. Bu yazılışda neçə ədəd sıfır rəqəmi var? Yəni, əvvəlcə bunların hamısını biz 5-in qüvvətləri kimi göstərək. 3 vuraq, 5-in kubunun üstü 6. Üstə gələk, 2 vuraq, 5-in kvadratının üstü 9. Üstə gələk, 5 üstü 12, çıxılsın 5 üstü 4. Bərabərdir. Verir 3 vuraq 5-in üstü 18. Üstə gələk, 2 vuraq 5 üstü 18. Üstə gələk, 5 üstü 12, çıxılsın 5 üstü 4. Bərabərdir. Bunların hər ikisi 5 üstü 18 olduğuna görə verir bizə 5 vuraq 5 üstü 18. Üstə gələk 5 üstü 12, çıxaq 5 üstü 4. 5 vur 5 üstü 18 bizə verir 5 üstü 19. Üstə gələk 5 üstü 12, çıxaq 5-in üstündə 4. Aha, 5 üstü 12, çıxaq 5 üstü 4 yazılışı. 12 çıxılsın 4 dənə 4 rəqəmi, arxasında 4 dənə də 0 rəqəmi deməkdir. Yəni 8 dənə 4 verir. 8 dənə 4, 6, 7, 8, arxasında da 4 dənə 0. Bu bizim qaydamızdır. Yəni P üstü N çıxılsın P üstü K yazılışı, N çıxılsın K dənə P çıx 1 rəqəmi və K dənə də 0 rəqəmidir. İndi gəlib 5 üstü 19 nədir? 1 arxasında 19 dənə də 0. Burada bizim neçə dənə? 12 dənə var idi. Deməli, burada da əvvəlində üzərinə 1, arxasında 19 dənə 0-ı toplasaq, bu ortada da bizim sıfırlarımız yaranır. Yəni, bunu hər dəfə belə yazmağa heç ehtiyac da yoxdur. Elə mən baxıram, burada neçə dənə sıfırdan fərqli rəqəm alındı. Yəni, 12 çıx 4, 8 dənə burada sıfırdan fərqli rəqəm var. 5 üstü 19 nədir? 1 arxasında 19 sıfır olduğuna görə. Deməli, burada da ədədimiz olur 20 rəqəmli ədəd. 20 rəqəmli ədəddən çıxıram. Bir dənə burada 1 rəqəmi var, 8 dənə də 4 rəqəm var. 9 dənə sıfırdan fərqli rəqəmimiz var. Deməli, 11 dənə sıfır rəqəm olur yazılışımızda. 16-cı suala baxırıq. Bu, onluq say sistemində verilmiş cəmi 8-lik say sistemində yazılışında neçə dənə sıfır rəqəmi var? Yəni, yenə bunları birləşdirək, hamısını 8 əsasına gətirək. Əgər 8-likdə soruşursa, hamısını 8-in qüvvətləri kimi göstərək. 1 üstü 1, 2-nin kvadratı bizə verir 5. Üstə gəl, 4 üstü 4-ü yazarıq biz 2 üstü 8 kimi. 8 üstü 8 elə saxlayıram, çünki mən hamısını 8-in qüvvətinə gətirmək istəyirəm. Üstə gəlsin 16 üstü 16-nı yazaq 2-nin üstü, deməli 4-ü vuranda 16-ya 64. Üstə gəlsin 32-ni yazırıq 2 üstü 5-in üstündə 32, yəni 2 üstü 160. Üstə gəl, bunu elə 8-in kvadratı kimi göstərək, bərabərdir. Və indi böyükdən kiçiyə doğru düzək, görək ən böyük rəqəmimiz hansıdır? 8 üstü 128. 2 üstü 160-ı biz yazırıq 2-nin kubunun üstü 53, bir dənə qalıq qalır. Üstə gələk 2 üstü 64-ü yazırıq 2-nin üstü kubun üstü 21, yenə bir qalıq qalır. Üstə gəl 8 üstü 8, üstə gələk 2-nin kubunun kvadratı vuraq 2 qalıq qalır, üstə gələk 5. Aha. İndi bu rəqəmlər bizə o qədər də önəmli deyil. Əsas odur ki, burada 8-in biz qüvvətlərini almışıq. Ən böyük qüvvətimiz nədir? Yenə də yazaq bir addımda yenə gedək, eyb yox. 2 vuraq 8 üstü 53, üstə gələk 2 vuraq 8 üstü 21, üstə gələk 8 üstü 8,
4 vur 8'in kvadratı üstə gələk 5. İndi baxırıq bizim bu ədədimiz neçə rəqəmli ədəddir? Ən böyük qüvvətimiz 128 olduğuna görə, deməli bizim ədədimiz 129 rəqəmli ədəddir. Və burada neçə dənə sıfırdan fərqli rəqəm var? 1, 2, 3, 4, 5 və 6 dənə sıfırdan fərqli rəqəm var. Ona görə də 129-dan 6 çıxırıq. Cavab qalır 123 dənə. Ona görə də A variantı olur. Növbəti sualımıza baxaq. 17-ci sualımızda 9-luq say sistemində verilən ədədin sağına 2 dənə 0 rəqəmi yazdıqda ədəd necə dəyişər? Fərz edək ki, mənim bir dənə hansısa bir rəqəmimdir. 9-luq say sistemində sağına 2 dənə 0 yazdım. Bərabər olur. İndi mən bunu 10-luq say sisteminə çevirəndə nə olur? 9-luq say sistemindədirsə 0, 1, 2 kimi yazırdıq. A vuraq 9-un kvadratı üstə gələk 0, üstə gələk 0. Bu da nə verir? 81 A-ya bərabər olur. Deməli, ədədim neçə dəfə artır? 81 dəfə artmış olur. Növbəti sualımıza baxaq. Universitet imtahan nəticələri bazaya daxil edilsə də bir həftə gec elan olunur. İnformasiyanın hansı xassəsi pozulur? Təbii ki, aktuallıq xassəsi pozulmuş olur. 19-cu sualda 16-lıq say sisteminə çevrilir verilən ədəd. Ədədin birinci rəqəmi ilə rəqəmləri sayının hasilini tapın deyir. Buna nə edirik? 142-ni mən olduğu kimi saxlayıram, vurulsun. 2 üstü 65-i 16-nın qüvvəti kimi göstərək. 65-i 16-ya böləndə, 4-ə böləndə, yəni 2 üstü 4-ə böləndə gəlir 16, bir dənə qalıq qalır. Deməli, biz ədədimizi yaza bilərik. 284 vurulsun 16 üstü 16. İndi gəlin 284-ü çevirək 16-lıq say sisteminə. Bunu klassik bölmə qaydasından da eləyə bilərik və yaxud da 284-ün içərisində elə 16-nın qüvvəti nə var? 16-nın kvadratı var. Deməli, bir dənə 16-nın kvadratı var. Üstə gəlinsin. Yerdə qaldı 256 çıxsaq biz buradan. 14-dən 6, 8, bu da 28. Yerdə qalır 28 dənə. Bir dənə 16-mız var, bir də 12 rəqəm var. Onda mən bunu 16-lıq say sistemində göstərəndə yaza bilirəm 1, yenə 1 və 12 də hansı hərf idi? C hərfi idi 16-lıq say sistemində. Deməli, bizim ədədimiz nə olur? 1, 1, bir də C 16-lıqda vururam. 16 üstü 16, 16-lıq say sistemində yazında 1 arxasında 16 dənə 0 var deməkdir. Onda istənilən say sistemində mən 1-ə vuranda ədəd özü alınır və sıfırlar da arxasındakı sıfırlardır. Yəni, arxasına yazırıq. Deməli, bizə nə verir? Ədədimiz, buradan davamlı yazaq. 1, 1, C, arxasında 16 dənə 0. Aha, indi bizdən nə soruşur? Deyir, ədədin birinci rəqəmi ilə. Birinci rəqəm nədir? 1-dir. Və rəqəmləri say neçə dənədir? 16 dənə 0, 3 dənə də 1, 1, C rəqəmləri. Deməli, oldu neçə? 19 rəqəmlədir. Biri də 19-a vuranda cavab verir 19. 20-ci sualda nədir? Şəxsi fikirdən asılı olmayan informasiyanı necə adlandırmaq olar? Yəni, kimisə şəxsi fikrindən, yəni hansısa bir subyektin fikrindən asılı olmayan da biz ona deyirik obyektiv informasiya. 21-ci sualda deyir ki, bu rəqəmlərdən istifadə etməklə 3 rəqəminin bir dəfə istifadə edildiyi neçə dənə 4 rəqəmli ədəd düzəltmək olar? 4 rəqəmli ədəd düzəldirəmsə, biz burada 2 halı bir-birinə fərqləndirməliyik. Birincisi, 3 rəqəminin əvvəldə gələn halı və digər hallar, yəni 2-ci, 3-cü, 4-cü yerdə duran hallarda say eyni cür qalır. Deməli, birinci rəqəm 3-dürsə, artıq bir variantımız var. Burada vurma prinsipindən istifadə edirik. Yerdə bizim hansı rəqəmlərimiz qaldı? Burada təkrarlanmamaq söhbəti falan yoxdur. Deməli, qaldı 0, 1, 2, 4, 5. Bunlarda da 0, 1, 2, 4, 5, 0, 1, 2, 4, 5. Onda bütün halların sayı 1 vuraq 6, vuraq 2, yox 6 yox 5 dənə qaldı. 5 vuraq 5, vuraq 5. Oldu neçə? 125 variant bu elədir. Keçirik indi 3 rəqəminin ikinci gələn halında, ikinci yerdə 3 rəqəmi dayanıbsa, ikinci yerdə 3 rəqəmi dayananda mənim birinci yerdə artıq 0 da istifadə ola bilmir, 3 də artıq istifadə ola bilmir. Qaldı 1, 2, 4, 5. Ona görə burada 4 müxtəlif qiymət alır. Amma bu birisilərdə yenə 0,
1, 2, 4, 5, 0, 1, 2, 4, 5 qiymətlər ala bilər və bunların hər biri 5 qiymət alır, müxtəlif qiymət və bu da bir vəziyyət. Elədi 100 variant. Eyni qayda ilə 3-ün 3-cü sırada gələn halı da eyni qayda ilədir. Yəni burada 3 olanda və 3-ün axırıncı mövqedə gələn halında da burada da 4, birinci rəqəm 4 müxtəlif qiymət alır. Bu birisilər 5 müxtəlif qiymət ala bilirlər. Ona görə də burada da 100 variant, burada da 100 variant. Və hamısını biz toplasaq eləyir 425 müxtəlif variant. 22-ci sualımıza baxaq. 22-ci sualda nə deyir? Bizdə 548 səhifəlik kitabın ilk və son səhifəsində, yəni 2 səhifəsində 240 vurulsun 256 ölçülü, 64 rəng çaları deyirsə 2 üstü 6-dır. Rəng dərinliyimiz olur 6 bit. Deməli, bu qədər bizdə qrafik informasiya var. Həcmi çevirək kilobayta, cavabların əksəriyyəti kilobaytlandır. Bunun üçün əvvəlcə 2-ni qüvvətləri kimi göstərək. 2 vuraq, 240-ı yazırıq 16 vur 15 kimi, yəni 15 vuraq 2 üstü 4 kimi, 256-nı yazırıq 2 üstü 8 vurulsun 6-dakı 2 vuraq 3-dür, 2 vuraq 3. Deməli, nə verdi bizə? 2 üstü 8, 2 üstü 4, bir də 2-ni 2 üstü 13-ə böləndə bu bizə verir 90 kilobayt. Aha, şəklimiz oldu bu. İndi keçirik mətn informasiyasına. Mətn informasiyası nədir? Bizim 546 səhifəmiz qaldı. Hər səhifəmizdə 48 sətir var. Hər sətirdə 64 dənə simvol var. Deməli, bu qədər simvol, bir də səhifələri də bir ayrıca hesablayarıq və hər biri də 2 bayt yer tutur. Mən indi bunu çevirsəm kilobayta, bölürəm 2-nin üstü 12, görək neçə kilobayt yer tutur. Bu artıq bayt yox, kilobayta döndü. Bərabər olur 546 vurulsun 3 vuraq 2 üstü 4, vurulsun 2 üstü 6, vuraq 2, bölünsün 2 üstü 10. 2 üstü 10'la bunlar getdi. 546 vurulsun 6. 3276 kilobayt belədir. Aha. İndi gəlirik nəyə? İndi əlavə bir də var kitabın səhifələri. Görürsünüz, deyir, səhifələr də birdən başlayaraq nömrələnir. Görək bizdə neçə dənə rəqəm istifadə olunub səhifələri nömrələmək üçün. 9 dənə bir rəqəmlə də istifadə olunur. 90 dənə 2 rəqəmlə də istifadə olunur. Bu getdi 99. Geridə bizim qaldı. Deməli 449 dənə səhifəmiz. Bu da 3 rəqəmlə də istifadə olunur. Ümumilikdə tapaq görək bizim nə qədər rəqəmlə istifadə olunur. 1347 dənə. Toplayanda bizə verir 6 yazırıq bir yadda. Deməli 4 ilə 8, 12, 3 yazırıq bir yadda. Bu da 4. Deməli 3 ilə 1, 4, bu da 5, 1536. 1536 simvol eləyir. Bizim bir dənə simvolumuzda 2 bayt yer tutduğuna görə 1536-nı vururam 2-yə. Bu da eləyir 3072 bayt. Bu da kilobayta çevirəndə olur 3 kilobayt. Və indi biz bunların hamısını nə etməliyik? Toplamalıyıq. 3276 üstə gəlirik 90, üstə gəlirik 3. Bu da bizə verir 3369 kilobayt. Və düzgün cavabımıza variant olur. 23-cü sualımıza baxırıq. 16 dəqiqəlik aşağı keyfiyyətli səs faylı. Yəni 16 dəqiqəni əvvəlcə çevirək saniyəyə. Bizə verir 16, vuraq 60. 960 saniyəlik. 960 saniyəlik aşağı keyfiyyətli səs faylıdırsa, deməli bunun həcmini tapmaq üçün biz nə edirik? 960 saniyə, hər saniyədə 5.5 kHz nədir? Tezlikdir. 5.5 kHz 5500 Hz deməkdir. Hz nədir? Saniyə üstü -1 deməkdir. Yəni, bir saniyədə 5500 dəfə qeyd olunur. Deməli, vururuq 5500-ə və hər dəfə 8 bit qeyd olunur. Vururuq 8 bitə. O bizə verir informasiyanın miqdarını.
Ötürüləndə indi 36% azalırsa, 100-dən çıxıram 36%-ni, qalır neçə? 64%. 64% olur 100-də 64. Bu bizə verir informasiya miqdarını. 100 nə? Bu 2 sıfırımız ixtisar olur. Bərabərdir yazırıq. 960 vuraq 55 vuraq 8. 2-nin kubudur. 64-də 2 üstü 6-dır. Vuraq 2-nin üstü 9. Aha. Və bunu da çevirmək üçün kilobitə bölək, elə 2 üstü 10-a bölək. 960-ı 2-yə böləndə 480 eləyir. 480 vuraq 55 kilobit. Çünki kilobaytdan mən nəyə çevirdim? Ancaq bitdən kilobitə çevirdim. Elə ötürmə sürətdə kilobitlə vermişdi deyə. İndi mən t-ni axtarıramsa, t bərabərdir Q bölək v-yə. İnformasiya miqdarımız nə qədər idi? 480 vurulsun 55 kilobit idi. Və ötürmə sürəti nə qədərdir? 220 kilobitdir. 55 ilə də 22, ikisi də 11-ə ixtisar olur. Burada qalır 2, burada qalır 5. 2 ilə də 48 ixtisar olur. Burada qalır 24. 24-ü də 5-ə vuranda bizə verir 120 saniyə. 24-cü suala baxaq. 73 ədədini müəyyən əsaslı say sistemində təsvir edəndə sonu bir rəqəmi ilə bitir. 63 ədədini isə həmin əsaslı say sistemində təsviri 7 rəqəmi ilə bitir. Yəni 73-ü hansısa bir say sistemində təsvir edəndə sonu 1 ilə bitirsə, deməli mən 73-ü həmin say sisteminin əsasına böləndə 73-ü hər hansı bir say sisteminə çevirəndə sonu 1 ilə bitirsə, deməli mən 73 ədədini həmin P əsasına böləndə hansısa bir ədəd alıram və qalıqda nə qalır? Qalıq 1 qalır. Çünki mən əks istiqamətə böləndə sonuncu rəqəm 1 alınır. Eyni qayda ilə 63-ü böləndə həmin P ədədinə sonu 7 ilə bitdiyinə görə deməli qalıq nə qalır? 7 qalır. Onda belə çıxır ki 73 deməli bizdə bölünə nəyə bərabərdir? Bölən vur qismət üstə gəlir qalıq. Deməli burada hər hansı bir tutaq ki K ədədi alınıb, burada bir M ədədi alınıbsa 73 bərabərdir. 73 bərabərdir. P vuraq K üstə gələk 1. Həm də 63 bərabərdir. P vuraq M üstə gələk 7. Belə çıxır ki, P vurulsun K bərabərdir 72-yə. P vurulsun M də bərabərdir 56-ya. Deməli, bizim ədədimiz B ədədi həm 72-nin bölənidir, həm də 56-nın bölənidir. Yəni, biz geniş şəkildə bu şəkildə yazdıq. Bu şəkildə yazmasaq da elə görünürdü ki, 73-ün son bir rəqəmini çıxanda, geridə qalır 72. Geridə qalan hamısı P-yə bölünür. 63-də də eyni qayda ilə 7-ni çıxanda geridə qalır 56. 56 da həmin say sisteminin əsasına qalıqsız bölünməlidir. İndi baxıram 72 və 56-nın ortaq böləni burada hansı ədəd var? Hər ikisi 8-ə bölündüyünə görə 8 rəqəmi olur. Və burada da biz artıq 72 ilə 56-nın bölənlərinin içərisində həm də şərti ödəyirmi? Çünki burada bir də bir şeyə diqqət edirik. Ola bilər ki, bizim bir neçə bölən olsun, başqa bir ədədlər olsun, bölənlərimizin sayı bir neçə olsun. 7 rəqəmi ilə bitdiyinə görə o say sisteminin əsası mütləq 7-dən böyük olmalıdır. Keçirik 25-ci suala. 68,125 ədədini 8-lik say sisteminə çevirin. 68-i ayrıca çevirirəm 8-lik say sisteminə. Ya 8-ə bölmə qaydasından edirik, bölürəm 8-ə, 64, 4 qalır. 8-i yenə bölürəm 8-ə, bir dəfə 8, qalır 0 qalır, yazırıq 1, 0, 4. Və yaxud da 68-i yazıram, 8-in kvadratı vur 1, üstə gələk 4. Bərabərdir. Bunda 8-lik say sisteminə çevirəndə 1, arxasında 2, 0, üstə gəl 4. 8-lik say sistemində 1, 0, 4 kimi olur. Yəni, hər iki üsulundan istəyəliyə bilərik. İndi gəldirik kəsir hissəni. Kəsir hissəni necə çevirirdik? 0,25-i 8-lik say sisteminə çevirəndə əksinə vururdum 8-ə.
0,25'i 8'e vuranda eləyir 2 tam 0,0. Yəni burada biz tam hissəni götürürdük. Deməli ədədimiz olur 104,2. Keçirik növbəti sualımıza. X dəyişənin hansı qiymətində bu bərabərlik doğru olur? Bu şəkildə misalları həll edəndə açıq yazılış formasından istifadə edirik. 1 vuraq x-in kvadratı üstə gələk 6 vuraq x üstə gələk 5 bərabərdir 3 vuraq x çıx 2-nin kvadratı üstə gələk 4 vuraq x çıxılsın 2 üstə gələk 1. Mötərizələri açıram. X kvadrat üstə gəl 6x üstə gəl 5 bərabərdir 3 vuraq. Bunda açanda 3x kvadratı çıxılsın 4x idi. 3'ə vuranda çıx 12x üstə gələk 12 üstə gələk 4x çıx 8 üstə gələk 1. Keçirdirik hamısını sağ tərəfə. Buradan da 2x'i çıxardıram. Qalır x çıxaq 7 bərabərdir 0. Deməli x nəyə bərabərdir? 7'yə bərabərdir. Ona görə də A variantı olur. 27-ci sualımıza baxaq. X dəyişənin hansı qiymətində bu bərabərlik doğrudur? Bu şəkildə olanda yenə açıq yazılış şəklindən istifadə edirik. 0, 1, 2 kimi. 3 vurulsun x üstə gəl 2'nin kvadratı. Üstə gələk x vuraq x üstə gələk 2. Üstə gələk x bərabərdir. Yəni x vur 2 üstə gəl 2 üstə 0 eləyir. Və 0'ı yazmırıq. 7 vuraq x üstə gəl 6. Üstə gələk x. Hər iki tərəfdə x-dır. Bu x-lar gedir. Mötərizələri açıram. Nə verir bizə? 3. Bunu açanda olur x kvadrat plus 4x plus 4. Edir 3x kvadrat. Üstə gəl 12x. Üstə gəl 12. Üstə gələk x kvadrat. Üstə gəl 2x. Bərabərdir 7x. Üstə gələk 42. İndi hamısını keçirsək bu tərəfə olur 4x kvadrat. Üstə gələk 14 bu elədi. 7 də gələndə bu yana çıxılır. 7x qalır. Çıxılsın 30 bərabərdir 0. Bu tənliyi də həll eləməyə ehtiyac yoxdur. Elə cavabı da yoxlaya bilərik. Tapırıq ki, x-in qiymətini içəri 2'dir. Keçək 28-ci sualımıza baxırıq. Unicode kodlaşma sistemində 3 səhifəli sənədin ilk səhifəsində 4 dənə bizim simvolumuz var. Failin ümumi həcmi 26 kilobayt olarsa, ikinci səhifədə olan simvollar sayını tapın. Və şərtdə də deyək ki, hər səhifədə əvvəlkindən 3 dəfə çox simvol var. Deyirəm ki, birinci səhifədə tutaq x dənə simvoldur. Onda sonraki ikinci səhifədə 3x-dır. Çünki hərəsi 3 dəfə çox deyir. O birisi səhifədə ikincidən 3 dəfə çox olur 9x. Failin ümumi həcmi biz bunu toplasaq bərabər olur 26 kilobayt. Deməli, burada elədir 13x bərabərdir 26 kilobayt. Deməli, x bərabərdir 2 kilobayt. Tapdıq birinci səhifədə 2 kilobaytdır, amma bizdən soruşur ikinci səhifədə olan simvolların sayı. Onda ikinci səhifədə bizim nə qədər var? 6 kilobaytdır da, 3'ü vururam 2'yə 6 kilobayt. Bu da bərabərdir. Bizdə simvol sayını soruşur. 6 vuraq 1024. 1024 baytdır. Və Unicode kodlaşma sistemində olduğuna görə bizim bir simvolumuz 2 bayt olur. Bölürük 2'yə. Olur 3072 simvol. Düzgün cavab olur A variantı. 29-cu suala baxırıq. Bərabərsizlik ödəyən neçə dənə x tam ədədi var? Əvvəlcə 210'u və CD ədədlərini onluq say sisteminə çevirək. 0, 1, 2 kimi yazsaq, 2 vuraq 8'in kvadratı, üstə gələk 1 vur 8. 128 ilə 64'ü 2'yə vuram, 128, 8 gəlirəm olur 136. İndi CD-ni çevirirəm, 0, 1 kimi yazsaq, C yəni 12 vuraq 16, üstə gəlinsin, D də 13'dür. Da eləyir 192, üstə gələk 13, verir bizə 205. İndi x-in qiyməti dəyişir harada? 136 ilə 205 aralığında. Buradakı tam ədədlərin sayını tapanda elə 205'dən 136'nı çıxırıq. Çünki biri daxildir, biri daxil deyil. 15'dən 6 çıxanda 9, 9'dan da 3, 6. Deməli, düzgün cavabımız nə olur? 69 olur. Növbəti 30-cu sualımıza baxırıq. Sürəti 25.600 bit saniyə olan modemə ölçüsü 1600, 1200 piksel və 256 rəng çaları olan şəkli göndərmək üçün
neçə dəqiqə lazımdır? Əvvəlcə baxaq görək şəklin həcmi nə qədərdir? Şəklin həcmi Q bərabər idi. A vuraq B vuraq E. A-mız nə qədərdir? 1600. B-miz 1200. Rəng çaları 256-dırsa 256 208 olduğuna görə deməli bir pikselimiz olur 8 bit. Ümumilikdə bu qədər bit bizim informasiyamız var və modemdəki 1 saniyədə 25600 bit ötürür. Onda T-ni tapmaq üçün həmin bu aldığımız cavabı heç vurmağa da ehtiyac yoxdur. Çünki ixtisar aparırıq. Vurulsun 8-i bölürəm 25600-ə. 2 dənə sıfırlar buradan ixtisar eləsək, 256 8-ə ixtisar olur. 256 qalır 32. 32 ilə 16 ixtisar olur. Burada 1, burada 2 qalır. Bərabərdir. Gerdə nə qaldı? 120 bölünsün 2. Burada sıfırın birini yazmadıq. 1200 bölünsün 2. O da eləyir 600 saniyə. Və cavaba baxıram bizdə nə ilə soruşur? Dəqiqə ilə soruşur. 600 saniyəni də 60-a bölürük. Olur 10 dəqiqə. 31-ci suala baxaq. Hesablamadır. 16-lıq say sistemi də toplamadır. C7, 5, 0, 9. 16-lıqda. B, A, B, H, bir də 5. Bu da 16-lıqda. 9 ilə 5, 14 eləyir. 16-lıq say sistemində 14 E hərfindən ifadə olur. 0 ilə A elə A hərfindən ifadə olur. 5 ilə B, 11, üstə gəl 5 eləyir 16. 16-lıq say sistemində 16 rəqəmi 1, 0 kimi yazılır. 0 yazırıq, 1 yadda. 1, 7, 8, üstünə də 10 gələndə eləyir 18. 18, 16-lıq say sistemində üstündən 16 çıxıram, 2 qalır, 1 yadda. 1, 8, B də 1 üstə gəl 12, 13, 13 ilə də 11 eləyir 24. 24-dən də 16 çıxıram, qalır deməli 8, 1 yadda, 1-i də əvvələ yazırıq. Deməli 1, 8, 2, 0, A, E düzgün cavabımız olur A variantı. 32-ci suala baxaq. Bir ki ədədin 16-lıq say sistemində yazsa neçə müxtəlif rəqəmi olar? Yəni 16-lıq say sistemində çevirmək üçün 2 üstü 4-ə ayırırıq. Düzdür buradan? 2 üstü 4-ün üstündə 9. Üstə gələk 2-nin üstündə 2-nin kubunun üstündə 12. Üstə gələrik 2-nin üstü 5-in üstündə 10. Üstə gəlirik 18. Bərabər. Bu eləyir 16 üstü 9. Üstə gələk. 8 üstü 12-ni, 8 üstü 36-nı biz yenə yaza bilərik. 8 üstü, yox, 2 üstü 36-nı yaza bilərik. 16 üstü 9 kimi. Üstə gəlirik, bunda yazırıq 2-nin üstü 50, üstə gələk 18. Nə verir bu bizə? 16-lıq say sistemində yazsaq deyir. Deməli 1 vur 16 üstü 9. Bir dənə də 1 vur 16 üstü 9 var. Oldu 2 vur 16 üstü 9. Üstə gəlirik. 2 üstü 50-ni 2 üstü 4-ə bölsək, biz nə yazarıq ora? 2 üstü 4-ün üstü 12 vuraq 2-nin kvadratı. Yəni 4 vuraq 2 üstü, yəni 16-nın üstü 12. Üstə gəlinsin 16, 1 vur 16, üstə gəlinsin 2. Aha, indi baxırıq neçə dənə müxtəlif rəqəm var. 2 var, 4 var, 1 var, yenə 2-dir. Deməli 1, 2, 4, bir də qalan olmayan mərtəbələrin yerində də nə olur? Sıfırlar olur. Deyir ki, neçə müxtəlif rəqəm var? O da ki, bizdən neçə dənədir? 4 dənədir. Düzgün cavab B variantı olur. 33-cü sualımıza baxaq. 1030-un kvadratı ədədini 8-li say sisteminə çevir. Və nə edirik 8-li say sisteminə çevirəndə? 1030-u biz yazırıq 1024, üstə gəlinsin 6-nın kvadratı kimi. 1024 nədir? 2 üstü 10-dur. Deməli olur 2 üstü 10-un kvadratı. Üstə gələk 2 vuraq 2 üstü 10, vuraq 6. Üstə gələk 6-nın kvadratı. Bərabər. 2 üstü 10'un kvadratı olur 2 üstü 20. Üstə gələk 2 üstü altında 2 vuruş kimi yazsaq
üstü 12. Bırak 3 üstə gəl 6'nın 36'nı da biz 8'li say sistemində nə yazar? 36'nın içərisində 8 ancaq birinci qüvvəti var. 4 vur 8 üstü 1 üstə gələk 4 bərabərdir. İndi mən 2 üstü 20'ni 8'in qüvvəti kimi yazsam, yazıram 2'nin kubunun üstündə 6. Vuraq 2'nin kvadratı. 2 üstü 12'yi yazıraq 2 kubunun üstündə 4. Vuraq 3. Bu da 4 vuraq 8 üstü 1 üstə gələk 4. İndi ardıcıl yazsaq ən böyük burada hansıdır? 4 vur 8 üstü 6'dır. Üstə gəl 3 vur 8 üstü 4'dür. Üstə gəl 4 vur 8 üstü 1 üstə gələk 4. Aha. İndi görək hansı da dağılır. Deməli 4 8 üstü 6 4'dür. 8 üstü 5 yoxdur. 0 yazıram. 8 üstü 4 3 rəqəmidir. 8'in kubu yoxdur. 8'in kvadratı yoxdur. 8 üstü 1 4'dür. 8 üstü 0 da 4'dür. Deməli düzgün cavabımız hansı olur? A variantı olur. Baxaq 34-cü sualımızda deyir ki, bizim bu ifadəmiz doğru olarsa, gəl bir də aşağı düşürdük. Doğru olarsa x-i tapın. Yəni 16'lıq say sistemindən 8'li say sisteminə çevirməkdir. 4 CB 7'ni 16'lıqdan əvvəlcə 2'liyə çeviririk. 1 0 0. C hərfi 12'dir. 1 1 0 0'dır. B hərfi 1 0 1 1'dir. Sonra gəlir 7'dəki 0 3 dənə 1 yazırıq. İndi biz nə edirik? 8'lik say sisteminə çeviririk ki 3 3 qruplaşdırırıq. Bu 7 rəqəmini göstərir, bu 6'nı göstərir, bu 2'ni göstərir, bu da 6'nı göstərir, bu da 4'ü göstərir. Deməli olur 4 6 2 6 7. Düzgün cavabımız da bəndə olur. 8'li say sistemində verilmiş 5 rəqəmi ilə başlayıb 3 rəqəmi ilə bitən neçə 6 rəqəmli rəqəmləri müxtəlif ədəd düzəltmək olar? Deməli 8'li say sistemində 6 rəqəmli deyirsə, mən 6 dənə xan açıram. Birinci rəqəm ancaq 5 ola bilir, variantın sayı 1-dir, axırıncı da 3-dür, variantın sayı 1-dir. Ortadakı rəqəmlərimiz geridə qalan rəqəmləri müxtəlif dediyinə görə bizim 8 dənə rəqəmdən 2 dənəsi artıq istifadə olundu, geridə 6 dənə qaldı. Burayı 6 vəziyyət, 5 vəziyyət, hər dəfə istifadə olunduqca bir-bir sayıları nə indirdik? Azaldırdıq. Da bərabərdir, vururuq bir-birinə. 30, 30'u 4'ə vururam. 120, 120 də 3'ə vururam, eləyir 360 ədəd. 36-cı suala baxırıq. 240 kilobayt ölçülü fayl müəyyən bağlantıda saniyədə 2048 bit sürətlə ötürülür. Bu fayla eyni müddətdə saniyədə 512 bit sürətlə başqa bağlantı ilə ötürülə bilən faylın ölçüsünü müəyyən edir. Bilirik ki, Q nəyə bərabərdir? Q bərabərdir VT-yə. Düzdür. Deməli, 2048 kilobayt ölçülü sürət nə qədər artırsa, sürətlə görürsünüzmü? Q necə mütənasibdir? Düz mütənasibdir. İndi sürət 2048-dən düşüb 512-yə. Sürət 4 dəfə azaldığına görə, deməli, ötürülən faylın ölçüsü də elə 4 dəfə azalmış olur. Onu görə 37-ci suala baxaq. Deməli, 100 megabit saniyə sürətlə işləyən modem mətn informasiyasını ötürmək üçün 10 saniyə vaxt sərf edib. Həmin informasiyanın Unicode sistemində kodlaşdırıldığını nəzərə alaraq, informasiyanın neçə simvoldan ibarət olduğunu tapmaq lazımdır. Bildiyimiz kimi, informasiya miqdarını tapmaq üçün informasiya sürətini vururuq T-yə. Yəni, 100 megabit böl saniyəni bölürük, vururuq 10'a, bərabər olur 10 saniyəyə, bərabər olur 1000 megabit. Deməli, informasiya miqdarımız oldu 1000 megabit. Əgər bunu bitə çevirsə, 1 mega 2 üstü 20 olduğuna görə olur 1000 vuraq 2'nin üstü 20 bit. O da bərabərdir 1000'in əvəzinə biz 125 vurulsun 8 yazsaq, 125 vurulsun 2'nin üstü 23 bitə. İndi biz tapmaq istəyirik ki, görək neçə dənə simvol var. Unicode kodlaşma sistemində bizim bir simvolumuz 2 bayt, yəni 16 bit yer tutur. 16 bit.
Onda ümumi informasiya miqdarı Q həm də nəyə bərabər idi? Simvolların sayı vurulsun bir dənə simvolun informasiya miqdarına. Onda biz K-nın simvolların sayını tapmaq üçün nə edirik? Q-nü bölürük i-yə. Burada da bizdə i nədir? 16 bitdir. Yəni 125 vurulsun 2 üstü 13'ü, 23'ü bölürük 16'ya. Yəni 2'nin üstü 4'ə. Bu da qalır 125 vuraq 2'nin üstü 19. Və cavabımız 125 vuraq 2 üstü 19 olur. 38-ci sualımıza baxaq. Ölçüləri verilən düzbucaqlı şəklindəki qrafik təsvir 1024 dpi ilə icazə ilə skan edilib. Təsvirin hər pikseli 4096 rəng çalarında ola bilərsə, həcmini megabayt ilə hesablayıb. Deməli, bu şəkildə olanda biz əvvəlcə şəklin ölçülərini, enini, uzunluğu piksellə tapmalıyıq. Deməli, A-nı tapmaq üçün nə edirəm? Şəklin eninə bir A desək, 63,5 santimetri əvvəlcə çevirirəm düymə. Çünki DPI nə deməkdir? Dot per inch deməkdir. Yəni, bir inçdə, bir düymdə olan nöqtələrin sayı. İndi bunun neçə inç olduğunu tapmaq üçün, neçə düym olduğunu tapmaq üçün biz bilirik ki, bir düym 2,54 santimetrdir. Bölür 2,54-ə və hər bir nöqtə 1024 dpi skan olunduğuna görə deməli, burada bunların hər birində 1024 nöqtə var. Vururuq 2 üstü 10'a. O da bərabərdir. 63 onda 5'i 2,54'ə böləndə 25 vurulsun 2 üstü 10 eləyir. Keçirik indi enini tapmağa. B bərabərdir 45,72 bölürük 2,54'ə vururuq 2 üstü 10'a yəni 1024'ə da bərabər olur 18. 18 vuraq 2 üstü 10 nöqtə. İndi təsvirin həcmini baxırıq ki, təsvir 4096 rəng çalarında ola bilirsə, yəni ki, təsvirin hər pikseli. Deməli, bizim rəng dərinliyimiz nədir? 4096, 2 üstü 12 olduğuna görə rəng dərinliyimiz 12 bitə bərabərdir. Onda şəklin həcmi Q bərabər olur. Eni, yəni 25 vuraq 2 üstü 10, vurulsun 18 vuraq 2 üstü 10, vurulsun 12 bit. 12 və cavab nədir? Bitləndir. Və bizdə cavabı nə ilə soruşur? Megabaytla soruşur. Deməli, biz aldığımız cavabı bitdən megabayta çevirəndə 1 megabaytımız 2 üstü 23 bit olduğuna görə 2'nin üstü 23'ə bölürük. İndi gərək ixtisar aparaq. 2 üstü 10, 2 üstü 10. Bunlar ixtisar oldu, qaldı 3 dənə 2. 2 üstü 12 və 2 üstü 18'i. 2 üstü 12 də deməli 2 üstü 2 ilə gedir. Burada bir dənə 2 qalır, burada qaldı 3. O həmin bir dənə 2 də 18 ilə ixtisar olur. Burada qalır 9. Mənə qaldı 25 vurulsun 27 megabayt. Və bunu da hesablasaq 675 megabayt edir. Mənim düzgün cavabımız olur 675 megabayt. Növbəti 39-cu sualımıza baxaq. Musiqi fraqmenti 32 kHz və 32 bitlə stereo formatda qeydə alınır. 2 kanallı özü də. Nəticə faylın ölçüsü 64 megabaytdır. Sonra eyni fraqment 16 kHz tezlik və 16 bit ilə mono formatda yenidən qeyd olunur və nəticədə yenidən yazılan faylın ölçüsünü megabayt ilə müəyyən edilir. Bildiyimiz kimi səs faylının həcmini tapmaqdan ötürü biz Q-nü tapanda nə edirik? Deməli, tezliyi, yəni diskretləşmə tezliyini vururuq bitlərin sayına. O da vururuq zamana, yəni T-yə. T-yə vurulsun diskretləşmə tezliyi, vurulsun bitlərin sayı. Bu bizə verir informasiya miqdarı. Deməli, əvvəl bizdə nə qədər idi Q-müz? 32 kHz tezliklə idi. Deməli, 32.000
kilohertzi hertzə çevirəndə, yəni 1 saniyədə 32.000 dəfə qeyd olunur və hər dəfə 32 bitlə qeyd olunur. Bir də bizim kanal sayı var idi, vurulsun kanal sayı. Hər dəfə 32 bit qeyd olunur və stereo formatda olduğuna görə hər iki kanal üçün qeyd olunur və T qədər zaman gedir. Bu mənim Q birim idi. İndi Q2-ni tapırıq. Q2 bərabərdir. Bundan sonra fragment eyni fragmentdir. Bu bərabər idi 64 megabayta. Aha. İndi nəticə failin ölçüsü 64 megabaytdır. Sonra eyni fragment indi 16 kHz tezliklə. Yəni artıq 16 kHz isə 16.000 Hz vurulsun 16 bit. 16 bit və mono formatda bir kanallı vuraq, bir kanalda T qədər zamana yenə zaman dəyişmədi. Nəticədə yeni yazılan failin ölçüsü megabaytla müəyyən edir. Buradan baxırıq ki, Q elə bu verilən ədədlərlə nədir? Mütənasibdir. Ona görə elə alt-alta bölsəm tənasüb kimi T'lərimiz gedir. 32 ilə 16.000 gedir 1, 2. 32 ilə də 16 gedir 1, 2. Bu da 1, 2. Deməli, 8 vur x bərabər olur 64-ə. X də bərabər olur 8 megabayta. 40-cı suala baxaq. 1 megabaytlıq kitab, audio kitab kimi qeydə alınır. Qeydiyyat 32 kHz tezlik və 16 bit ilə stereo formatda aparılmışdır. Bir dəqiqədə orta hesabla 1,5 kilobayt mətn qeydə alınır. Məlumatların sıxılması nəticəsində yaranan audio failin ölçüsünü 80% azalıb istifadə rahatlığı üçün orta ölçüsü 20 megabayt olan fragmentlərə böldülər. Qəbul edilən fragmentlərin sayını müəyyənləşdirin. Deməli, əvvəlcə biz tapmalıyıq, görək bizim audio kitabın yazılışı neçə dəqiqə, neçə saniyə vaxt aparıb. Çünki biz artıq zamanı tapsaq, tezliyi bilirik və hər saniyədə neçə dəfə, yəni hər qeyd etmədə neçə bit qeyd alındığını bilirik, kanal sayını bilirik. Deməli, biz nəyi tapa bilirik? Video informasiyanın həcmini tapa bilirik. Əvvəlcə tənasüb kimi də yaza bilərik. Bir dəqiqədə, yəni 60 saniyədə 1,5 kilobayt informasiya qeyd olunursa, onda 1 megabayt, 1 megabaytımız bərabərdir 1024 kilobayt. Deməli, 1 megabaytı yazırıq 1024 kilobayt informasiyanı x saniyəyə qeyd edir. Yaxud da t saniyəyə qeyd edir. Buradan biz t-ni tapa bilərik. T bərabərdir 1,5 aşağıda yazırıq. 60 vurulsun 1024. 60'ı 1,5'e böləndə olur 40. Vuraq 2 üstü 10 saniyə. Aha. İndi davam edək. Artıq t-ni bilirik. Diskretləşmə tezliyini bilirik. Onda Q-nu tapa bilərik. Q bərabərdir. T vurulsun, yəni 40 vuraq 2 üstü 10. Vururuq hər saniyədə 32.000 dəfə qeyd olunur 32 kHz-ə. Vururuq hər dəfə 16 bit qeydiyyat aparılır 2 üstü 4 bitə. Stereo format olduğuna görə 2 kanallıdır. Vururuq 2-yə. Və bu qədər bizdə nədir? Bitlə. Bit informasiyamız var. Və alınan informasiya 80% azalır. 80% azalırsa qalır 20%. Vururuq %20-yə. İndi gəlin bunu hesablayaq və sonda aldığımız cavabı 20 megabayta bölüb neçə dənə fragment olduğunu tapmalıyıq. Deməli 100 ilə 20 ixtisar olur. Burada 1, burada 5 qalır. Sonra 5 ilə də 40 ixtisar olur. Burada 8 qalır. İndi görək neçə dənə 2-nin qüvvəti var bizdə. 2 üstü 3, 2 üstü 10, elədi 13. 4 burada, 1 də burada, 5 də burada, 2 üstü 18 vurulsun. 32.000-i necə yaza bilərik? 32.000, deməli 2 üstü 5, yəni 32 vurulsun 1000-dir. 1000-in də yerinə biz 2-nin kubu vurulsun 125 yaza bilərik. Bərabərdir. 2 üstü 18 vuraq 2 üstü 5 bu qədər nə elədi bizdə? Bit elədi. Düzdürmü? İndi çevirək megabayta. Megabayta çevirəndə biz aldığımız bitlə olan informasiya miqdarını bölməliyik 2 üstü 23-ə. Çünki 1 megabaytımız 2 üstü 23 bitdir. Elə biz bunu 2 üstü 23-ə bölsək,
2 üstü 23-dən bunlar ixtisar olur, qalır 2 üstü 3 vurulsun 125, yəni 1000 megabayt. Aha, onda informasiya miqdarı 1000 megabaytdırsa, 20 megabaytlıq fraqmentlərə bölünürsə, 1000-i bölürəm 20-yə ki, görək bizim neçə dənə fraqmentimiz olar? Cavab olur 50.